Ağciyər xərçənginin əsas risk faktorları nələrdir? Hansı müayinə üsulları var? Bu xəstəlik necə müalicə olunur? Ege Hospitalın onkoloqu doktor Pərvanə Rüstəmova danışacaq. Xərçəngdən özünü uzaq tutmaq üçün bütün digər alternativ xəstəlikləri qəbul edir və onların müalicəsini alır və təəssüf ki, xərçəngi biz necə təsdiq edirik? Biopsiya ilə. Xəstə biopsiyaya qədərki mərhələni çox gecikdirir. Hər vaxtınız xeyir olsun əziz ARB TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bir buraxılışında daha hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılarımız, bir aktual mövzu ilə daha qarşınızdayıq. İstərdim ilk öncə qonağımız sizlərə təqdim edeyim. Bizim bugünkü qonağımız Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmovadır. Necəsiz doktor? Təşəkkür edirəm Dilbər xanım. Siz yaxşı olun. Çox sağ olun doktor. Üzünüzdə güllər açır. Mənə gəl verilişimiz də gözəl keçəcək. Mövzumuz nə qədər bədbir bir mövzu olsa da, mənə elə gəlir bu haqda yetərincə məlumata ehtiyacı var xalqımızın. Ona görə mövzunu açıq elan etməyə elə gəlir ilk növbədə. Bugün danışacağımız mövzu ağciyər xərçəngidir əslində qalsa. İlk öncə əlbəttə ki, danışmaq lazımdır onun risk faktorlarından ki, doktorumuz hansı risk faktorlarından danışmalıyıq? Əslində pozitiv olma səbəbim odur ki, işdən gəlirəm və gün ərzində müayinə etdiyim bir neçə xəstənin özəlliklə içində 4 ildir metastatik təqib etdiyimiz ağciyər xərçəngi bir xəstənin nəticəsini yaxşı gördüm. Əhvalını yüksəldən amil budur. Elə ondan da təsirlənib düzü bugünkü mövzunu ağciyər xərçəngi olaraq dedik. Ağciyər xərçəngindən danışarkən risk faktorları içərisində birinci risk faktoru təəssüf ki, tütün istifadəsini qeyd etməyə məcburuq. Tütün istifadəsi müxtəlif ədəbiyyatlarda fərqli göstərilməklə bərabər 65, bəzən isə 90%-ə qədər risk faktoru göstərilə bilər. Təbii ki, ortaya çıxıb bir nəfər deyə bilər ki, mənim babam siqaret çəkirdi və 90 il yaşadı, nənəm tütün istifadə edirdi və 85 il heç xərçəng yaşamadı. Təbii ki, belə kənara çıxma hallar var, amma statistika nədir ümumilikdə? Digəri isə digər zərərli maddələrdən azbestdir, radondur, bunların təsirinə məruz qalmaqdır. Özəlliklə sənayeləşmiş şəhərlərdə daimi hava çirkliliyinə məruz qalmaqdır. Bunlar hamısı ağciyər xərçəngi üçün bir risk faktoru rolunu oynayır. Bütün xərçənglərdə olduğu kimi burada da genetik meyillik çox önəmlidir. İrsi genetik meyil olan xəstə qruplarında təbii ki, patologiya daha çox rast gəlinir. Digər bir amil isə bu sadəcə statistik olaraq kişilərdə qadınlardan daha çox izlənilir. Bu da ki, yəqin ki, tütün istifadəsi ilə birbaşa əlaqəli olduğunu düşünürəm. Bu statistikada həmişə özünü göstərib. Son dövrlər təəssüf ki, ağciyər xərçəngi də digər xərçənglər kimi çox ciddi şəkildə gəncləşir. Yəni, daha öncə 65-70 plus yaşlı şəxslərdə gördüyümüz patologiyanı indi 50-55 plus xəstələrdə görürük və xəstəlik nə qədər gəncləşirsə, onu idarə etmək o qədər çətin olur. Daha aqressiv seyri ilə özünü göstərir və ona görə də burada ilk öncə xərçəngdən danışarkən xərçəng olmamaq üçün həyat tərzimizdəki dəyişikliklərə diqqət etməliyik. Doktor, ümumiyyətlə risk faktorlarından danışdıq, onları vurğuladıq. Əsasən siqaretin önəmini burada vurğuladıq ki, yüksək faizli, yəni qarşımıza burada daha çox çıxır bu xəstələr. Amma əlbəttə ki, müayinə üsullarını da danışmalıyıq. Çünki müayinə üsulları bizi müalicəyə aparan bir pillədir. Bu haqda danışardıq mümkünsə. Müayinə üsulu bir xəstəni və ya hər hansı bir şəxsi müayinə etmək üçün öncəliklə onun şikayətlərini nəzərə alırıq. Bir ön haşiyə çıxım, ağciyər xərçəngi ehtimalı yaradacaq şikayətlər hansıdır? Özəlliklə 2 həftədən artıq davam edən davamlı bir öskürək şikayəti bizə müayinə olunmaq üçün ciddi bir əsas verir. Qanlı bəlğəmin olması ciddi bir siqnal şəklində bizə ağrı, xüsusilə döş qəfəsində, döş qəfəsinin ön və ya arxa hissəsində ağrıların olması bizim üçün müayinə üçün şərtləndirən amillərdir. Digər ümumi amillərdən isə halsızlıqdır, çəki
itkisidir, temperaturun olmasıdır, qan dəyərlərində dəyişiklik. Təbii ki, bunlar çox patologiyada ola bilər, amma özəlliklə tənginəfəslik, öskürək, qanlı bəlğəm və döş qəfəsindəki ağrı ciddi bir siqnal olmalıdır ki, biz onkoloji həssaslılıq, yəni fərqindəlik düşünüb bu xəstəni bu prinsipi də nəzərə alaraq müayinə etməliyik. Qızıl standartımız təəssüf ki, burada kontrastlı və ya kontrastsız döş qəfəsinin kompüter tomoqrafiyasıdır. Kompüter tomoqrafiya, rentgen bildiyimiz sadə fluorografiya və yaxud da ki, döş qəfəsinin 2 proyeksiyalı rentgenindən qat-qat informativdir və təəssüflər olsun ki, dəfələrlə görürük, normal hər hansı bir check-up müayinədə fluorografiya və ya rentgen keçib, şəxs buna arxayın olur ki, döş qəfəsi müayinəm var və təmizdir. Kompüter tomoqrafiya etdiyimiz zaman isə çox təəssüf ki, biz törəm aşkarlaya bilirik. Ona görə də ağciyər xərçəngindən danışırıqsa, qızıl müayinə standartımız bir mənalı döş qəfəsinin kompüter tomoqrafiyasıdır. Şübhələndiyimiz hər hansı bir törəmə varsa, artıq burada növbəti alqoritm ortaya girir. Döş qəfəsində görünən hər hansı bir kölgəlilik, hər hansı bir törəmə, bir sıra patologiyaları inkar etməklə davam etdirilir müayinə. Burada pnevmoniya ola bilər, burada vərəm ola bilər, ağciyər nexnokoku ola bilər və s. Bir sıra patologiyalar təbii ki, radioloqun təcrübəsi buna imkan verir ki, klinik olaraq xəstənin də ümumi vəziyyətini nəzərə alıb ilkin digər diaqnozları ələyək və şübhəmiz xərçəng üzərində yoğunlaşarsa, törəmədən daha çox şübhələniriksə, artıq həmin o ocağın yerləşmə yerinə uyğun olaraq ya bronxoskopiya müayinəsi ilə və yaxud transtorakal döş qəfəsindən belə deyək ki, trukat iynə biopsiyası icra edirik. Ya bronxoskopiya ilə biopsiya alırıq, ya da ki, trukat biopsiyası transtorakal icra edilir. Yəni, bütün xərçəng növlərində olduğu kimi ağciyər xərçəngi diaqnozunu da verifikasiya etmədən bunun haqqında danışmaq mümkün deyil. Yəni, patohistoloji təsdiq olunan bir xəstəlik əlimizdə varsa, bundan sonraki müayinələr davam etdiriləcək. Amma təəssüf ki, burada bir çox hallarda ağciyər xərçəngi ilə xəstələrin gecikməyinə bir sıra səbəblər olur. Bizə əksər hallarda ağciyər xərçəngi xəstələri 3 və ya 4-cü mərhələdə gəlirlər. Gecikməyin ən böyük səbəbi Azərbaycanda say olaraq vərəmin çox yayılması və əksər insanların bunu vərəmlə qarışdırıb bir vərəm əleyhinə müalicə alım, başqa bir səbəbdir deyə düşünüb, yəni xərçəngdən özünü uzaq tutmaq üçün bütün digər alternativ xəstəlikləri qəbul edir və onların müalicəsini alır və təəssüf ki, yəni xərçəngi biz necə təsdiq edirik? Biopsiya ilə. Xəstə biopsiyaya qədərki mərhələni çox gecikdirir. Yəni bu da xəstələrin ən çox gecikməyinə səbəb olan amildir. Çünki az öncə sadaladığımız simptomlar əslində tamamilə qarşıdırıla biləcək simptomlardır ki, bunlar erkən mərhələdə qarşılaşdırılanda digərlərlə diferensial edilmədiyi müddətcə əlbəttə ki, mərhələ olaraq da gecikirik. Mərhələ demişkən, doktor, istərdim o dediyiniz mərhələləri biraz açıqlayaq ki, əlbəttə bildiyim qədərilə erkən mərhələdə qarşılaşsaq bu məsələ ilə daha tez və effektiv şəkildə müalicəsini eləmək mümkündür. Birazdan düşünün, rəqəm olaraq birinci mərhələdə aşkar edilən ağciyər xərçəngi 95% insanlar 5 il yaşaya bilir. 4-cü mərhələdə aşkar edilən insanların cəmi 15%-i 5 il yaşaya bilir, 10%-i. Bəzi hüceyrə tipində daha aşağıdır bu rəqəmlər. Yəni necə kəskin fərq var mərhələyə görə yaşam müddəti arasında. Ona görə də xərçəngdə mərhələləndirmə çox önəmlidir. Ağciyər xərçəngində bu xüsusilə önəmlidir. Çünki burada erkən mərhələdə yenə də öncəlik nədir? Cərrahi müalicənin. Əgər xəstəmiz çox erkən mərhələdə gəlibsə, müalicəmiz cərrahiyyədən başlayacaq və biz burada doğru mərhələləndirməliyik. Ağciyərin özündə olan törəmədən əlavə divar aralığının dəyərləndirilməsi çox önəmlidir. Limfa düyünləri varmı? Bəzən belə ola bilər. Xəstədə reaktiv limfa düyünü olur. Biz bunu gördüyümüz zaman bəlkə də xəstənin mərhələsini yanlış bilə bilərik. O zaman biz yenə də endoskopik həmin limfa düyününün biopsiyasını aparmaqla və yaxud da ki, PET-CT müayinəsi ilə həmin limfa düyünündə patoloji FTC toplanması var və ya yoxdur. Bunu nəzərə alaraq xəstənin mərhələsini yenə doğru bilirik
məsələn, divar aralığında bir düyün reaktivdirsə, bu xəstə cərrahi əməliyyatına ola biləcək qrupa girir. Digər halda metastatik zədələnmə varsa, artıq burada əməliyyatdan söhbət getmir. Əməliyyat öncəsi kimyoterapiya, belə deyək, seçim olacaq. Ona görə də mərhələləndirmə üçün xəstələri adətən döş qəfəsi, qarın boşluğu, kompüter tomoqrafiyası mütləq icra edirik. Mümkün olan imkanımızın yetdiyi hallarda PET-CT müayinəsi aparırıq. Ağciyər xərçəngi xüsusilə 5 sm-in üzərində olan ölçülərdə mütləq beyin kontrastlı MRT müayinəsi xəstələrə tövsiyə olunur. Klinik şikayətləri olan xəstələrdə əlavə olaraq sintoqrafiya müayinəsi də istəyə bilərik. Çünki bir neçə klinik hallarda xəstə həkimə bel və ya kürək ağrısı ilə müraciət edir. Sümüyündə metastaz tapılmış xəstəni biz araşdırarkən ilkin ocağı ağciyərdə tapırıq. Ona görə də əks məntiqlə də ağciyərdə törəmə varsa, sümükdə metastaz varmı, yoxmu deyə bunun da araşdırılması, yəni alqoritmə daxil edilməlidir və standart halda bu müayinə aparılır. Bizim də qarşımıza təcili yardım belə xəstələrimiz çox, hansı ki biz protroziya, yəni sümük belə deyək, fəqərlər arası olan disk yırtığı ilə götürmüşük xəstəni, amma ki sonradan edilən araşdırmalarda görmüşük ki, sümükdə olan əslində metastaz onu incidirmiş və digər orqan metastazlarına gedir, artıq onkologiyaya yönləndirilir xəstə. Metastatik zədə olan xəstələrdə artıq iş daha uzanır. Çünki orada sümüyə metastaz verə biləcək xərçənglərin bir qrafiki beyində xəritə olaraq. Sizin dediyiniz kimi əks elə bir yöndə bu şəkildə tərsinə artıq müayinəyə gedilir və xəstənin xərçəng ola biləcək orqanları xəstənin həyat tərzinə, şikayətinə uyğun alqoritmdə birinci olaraq müayinə edilir. Kişilər də gələrkən ilk öncə təbii ki ağciyərdir burada ən böyük risk faktoru, yəni ağciyər müayinəsi. Xəstəni müayinə etdik, mərhələsini qoyduq. Patahistoloji olaraq isə bu ağciyər xərçəngindən danışarkən onu böyük iki geniş qrupa bölürük. Bir kiçik hüceyrəli ağciyər xərçəngi və qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi. Qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi bütün şişlərin çox əksər faizini təşkil edir. 90%-in üzərindədir. Yerdə qalan kiçik qrup isə kiçik hüceyrəli ağciyər xərçəngidir. Amma təəssüf ki, sayı az olsa da aqressivliyi çox yüksəkdir. Kiçik hüceyrəli ağciyər xərçəngi daha aqressiv gedişi ilə, daha sürətli yayılması ilə bilinən bir xəstəlik növüdür. Aydındır doktor. Mərhələləndirdikdən sonra artıq keçə bilərik məncə müalicə belə deyib protokollarına, hansı ki müalicəsinin mənə elə gəlir bir neçə artıq növləri var ki, onlar haqqında məlumat verə bilərik. Biz onkologiyadan danışanda hər zaman onkoloji müalicənin bir multidisiplinar komanda işi olduğunu deyirik. Xəstəliyimizin dəqiq mərhələləndirilməsi üçün necə ki önəmlidir. Patahistologumuz, bir pulmonologumuz, bir radioloqumuz, onkoloqumuz mərhələni təyin etdi. Müalicə taktikasında da mütləq mənada radioloq, şüa terapiya ilə məşğul olan onkoloq, döş qəfəsi cərrahiyyəsi ilə məşğul olan torakal cərrah və bu patologiyanın dərman müalicəsi ilə məşğul olan tibbi onkoloqun iştirak etdiyi bir konsiliumda, amma bu əyani ola bilər, bu onlayn ola bilər. Təbii ki, müraciət etdiyiniz xəstəxananın imkanları çərçivəsində, yəni bu sahədə məşğul olan multidisiplinar yanaşmanı bilən bir mütəxəssis mərhələlərinizə uyğun olaraq sizə ən uyğun müalicə taktikasını təklif edəcək. Təbii ki, erkən gələn xəstələrin öncəliklə cərrahi müalicəsi. Bir xəstə cərrahi əməliyyata göndərilə bilirsə, böyük şansdır, böyük uğurdur. Buna hər zaman çox sevinirik. Digər aralıq mərhələlər var ki, bəzi ikinci mərhələlər və əksər üçüncü mərhələ xəstələr bunların əməliyyatdan öncə kimyəvi dərman müalicəsi və yaxud texniki olaraq əməliyyat mümkün deyilsə, kimyəvi dərman üstəgəl radioterapiya dediyimiz kombinasiyalı müalicələri aparıla bilər. 4-cü mərhələ xəstələrdə isə təəssüf ki, cərrahi əməliyyatın xəstəyə bir faydası olmadığına görə o üsul təxirə salınır. Bu halda öncəlik kimyəvi dərman müalicəsi və sonra ehtiyac olarsa palliativ və ya digər məqsədlərlə radioterapiyanın da əlavə edilməsi burada aparıla bilər. Özəlliklə 4-cü mərhələ xəstələrdən danışarkən çox fərqli bir qrup var ki, ağciyərdən heç bir şikayəti olmadan beyin şikayəti ilə bizə müraciət edir. MRT müayinəsində beyində metastazı olan xəstələr var ki, bunların müalicəsi çox xüsusi yanaşma tələb edir.
Burada ilk öncə sizin də bildiyiniz kimi bu hematoensefalitik bariyeri keçmir əksər dərmanlar. Ona görə də beyində olan törəmələr üçün bizim öncəliyimiz radioterapiya olur. Bəzən xəstə gəlir, kimya üçün həvəslə gəlir, amma biz onları öncə bir beyindəki əgər simptom verirsə, həmin törəməni kontrol altına alaq, sonra biz öz müalicəmizi başlayarıq dediyimiz hallar olur. Yəni artıq 4-cü mərhələ xəstələr üçün müalicə daha bir fərdiləşmiş, daha spesifik detallara baxılaraq aparılır. Bəs bu dediyiniz spesifik yanaşma target müalicədir, yoxsa target müalicəni biz başqa bir kateqoriyada dəyərləndiririk? Bu spesifik yanaşma şəxsə özəl yanaşmanı deyiriksə, bunun elə ana fikri, ana maddəsi target müalicə olacaq. Niyə görə? Biz həmin o şəxsdən xatırlayırıq ki, ilk öncə biopsiya almışdıq. Əlimizdə material var. Onlar parafin bloklar şəklində uzun müddət saxlanıla bilir. Əgər xəstəmiz artıq cərrahi əməliyyat üçün uyğun deyilsə, biz ona müalicə planlayacağıqsa, onkoloqun mütləq mənada qeyri-kiçik hüceyrəli xərçəngdə diaqnozu olan xəstələrdə istəməli olduğu bir sıra analizlər var. Həmin şiş toxumasında və yaxud bəzi hallarda qanda genetik mutasiyalar istəyə bilirik. Ağciyər xərçəngi olan xəstələrimizin əksəriyyətinin özünün də əzbər bildiyi, adı tibbi olaraq çətindir, amma özü deyir EGFR mutasiyasıdır, ALK-dır, ROS-dur, başqa fərqli bir 7-8 mutasiyanı araşdırırıq və onlardan hansı mutasiya varsa, bugün təbabətin ən böyük uğurudur ağciyər xərçəngində. Genetik mutasiyaya uyğun yalnız ağızdan qəbul edən tablet şəklində bir dərmanla uzun illər kontrol altında saxlamaq olur. Yetər ki, biz o mutasiyanı doğru aşkarlaya bilək. Və bu çox dəqiq bir müayinədir. Bunu bizim belə deyək də patahistoloqlar, genetiklər bundan məşğul olurlar və həmin müayinə nəticəsinə görə biz həmin şəxsə çox uğurlu. Bəzən olur ki, genetik mutasiyası uyğun preparatı xəstə də təmin edə bilirsə, rahat şəkildə kimioterapiya aparmadan da biz o müalicəni verə bilirik şəxsə və düşünün 4-cü mərhələ xərçəngdir, amma gündə bir tablet qəbul edərək normal həyatını yaşayır. Daha öncəki hallarda biz ağciyər xərçəngində kimyanın müalicənin yanına immunoterapiya əlavə eləmək üçün mütləq PDL1 dəyişiklik, yəni orada mutasiya varmı, yoxmu ona baxıb müalicə verirdiksə, hal-hazırda bütün beynəlxalq protokollarda bu göstəriciyə baxmadan immunoterapiyanın əlavə edilməsi xəstənin sağ qalma şansını, xəstəliksiz yaşama müddətini artırır deyə, bu da bizim üçün yeni bir uğurdur, yeni bir şansdır. Hətta gecikmiş mərhələ xəstələrimiz üçün bir əlavə ümid qapısıdır. Bunu vurğulamadan keçə bilmərəm, doktor. Yəni, bir problemin həlli üçün problemin nə olduğunu bilmək lazımdır. Bu artıq 50% o problemlə savaşmağın ilk, mənə elə gəlir, pilləsidir. Buna görə də nə etmək lazımdır? Əlbəttə ki, özümüzə biganə yanaşmayıb, erkən mərhələdə bunu belə deyək, təsdiqlətmək üçün və yaxud da ən azından belə bir riski çıxdaşa salmaq üçün diaqnozların tezləşməsi üçün müayinələri aksatmamamız lazımdır. Doğrudur. Normal vaxtında check-up müayinələrimizi etdirməmiz lazımdır. Buradan da mesaj olsun əlbəttə ki, tamaşaçılarımıza. Mənə elə gəlir, ümumi verilişimizin də mesajı bundan ibarət olmalıdır ki, həmin bu müayinələri heç bir şəkildə gecikdirməməliyik, doktorum. Sizə də təşəkkür edirəm bu ətraflı məlumatınıza görə. Ümid edirəm sizlə dəfələrlə artıq veriliş aparma imkanımız olar bundan sonra da. Təkrar xatırlatmayım ki, bizim bugünkü doktorumuz Ege Hospitalının onkoloqu Pərvanə Rüstəmova idi. Təşəkkür edirik təkrar. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimiz bildiyimiz kimi sağlam gələcəyin təminatdır. Gəlin gələcəyimizi birgə qoruyaq.